Zülallar, yumurta ağında zülal var və zülalların vacib reaksiyalarından biri onların renkli reaksiyalarıdır. Əgər bir zülalın içərisinə nitrat turşusu əlavə edirəm, baxın. Bu zaman əgər sarı renkli çöküntü yaranırsa, bu həmin zülalın tərkibindəki benzol halqasının olduğunu göstərir. Çünki bilirik ki, benzol, yəni aromatiklər nitrat turşusu reaksiyaya girirlər və belə bir görüntü verirlər. Əgər biz yenə zülalların üzərinə natrium hidroksidin məhlulu əlavə edirəm biraz və sonra isə mis-2 sulfat məhlulu əlavə edirəm. Baxın, natrium hidroksid tökürəm və mis-2 sulfat məhlulu. Bu zaman əgər deməli bənövşəyi, göy bənövşəyi çöküntü yaranırsa, bu zülalların tərkibində olan peptid rabitəsinin olduğunu göstərir. Göy, deməli, bənövşəyi çöküntü əmələ gəlməlidir, rəng verməlidir. Biraz gözlədikdən sonra o rəngi verəcək. Baxın, burada da aparmışıq, bu rəng alınır. Göy bənövşəyidir. Bu isə zülalların tərkibindəki peptid rabitəsinin olduğunu təyin etmək üçün istifadə olunur. Baxın, göyəri artıq bənövşəyə çevrilir, görürsünüz. Bənövşəyə rəng artıq yaranmağa başlayır.